Salam, xoş gördük Azad TV-nin istəkli tamaşaçıları. Azad TV Güney Azərbaycanın müstəqil televiziya kanalıdır. 21 iyul 2019-cu ildə olan proqramımıza başlayırıq. Proqramımızın bugünkü qonağı Kanadada yaşayan soydaşımız Oğuz Türkbəkdir. Güney Azərbaycan İstiqlal Partiyasının Strateji Araşdırma Mərkəzinin rəhbəri. Oğuz bəy, sizi xoş gördük. Çox sağ olun, biz də sizi xoş gördük. Çox sağ olun. Əvvəlcədən qeyd etdiyimiz kimi bizim silsilə proqramlarımız davam edir. Bugün studiyamızın 7-ci qonağı ilə sizi tanış edəcəyik. Daha doğrusu onun fikir və nəzərləri ilə tanış olacağıq. Mövzumuz isə bugün Orta Doğuda gedən siyasi proseslər və onun Güney Azərbaycana təsiri mövzusundadır. Əsasən son günlər Kərkükdə Türkmən önündə baş verən hadisələr və Güney Azərbaycanda ehtimal olunacaq hadisələrlə bağlıdır mövzu. İstəkli soydaşlarım, bugün Türk dünyasına ağır itki üz vermişdi. Dövrü mətbuatdan hamımıza məlum olduğu kimi, İraq Türkmən cəhbəsinin keçmiş Türkiyə təmsilçisi, gözəl şair, yazar və araşdırmacı Sadun bəy Körpülü qəflətən vəfat etmişdi, dünyasını dəyişmişdi. Buna görə də Türkmən elinə çox saylı tamaşaçılarımız adından başsağlığı veririk. Axır qəminiz olsun. Oğuz bəy, sualım yenə sizədir. Bugün Orta Doğuda gedən siyasi proseslər və onun Güney Azərbaycana təsiri. Bildiyiniz kimi, son illər Ərəb ölkələrində Ərəb Baharı adı altında bir hərəkat baş verdi. Kimisi buna demokratik hərəkat, kimisi Ərəb inqilabı və s. Mətbuatda jurnalistlər çox ad qoydular. Bu, Suriya və İraqda iç savaşına gedib çıxdı. Sizcə buna səbəb nə idi? Çox sağ olun Eləcə xanım. Təşəkkür edirəm sizdən və sizə və zəhmətlərinizi çəkibsiz, əmək veribsizin deyəcəm. Orada təşəkkür edirəm. Baxanlarınıza sayğılarımı sunuram. Ərəb Baharı sizin sorunuzdur. Ərəb Baharı, yəni bahar sözü biraz romantik və jurnalistik bir termin idi ki, o zaman işlənildi. Yəni daha çox siyasi bir termin deyil. Və nəticədə indi neçə il onun üstündən həmən 4 il keçəndən sonra bəlli olur ki, hələ də bu bahar sifəti o hərəkətlərə vermək hələ də doğru deyil. Bahar da olsa, yəni bir açılış da olsa öyle baxsaq, çox uzun bir prosesli bir demək hərəkətdir. Yəni baharın bəlkə ilk günləri ola bilir. Elə Tunisdə də çox acı hadisələr, çox o meyvə satan adamın, çərx üstündə meyvə satan adamın özünü yandırmaqla ki, öz ailəsini geçindirə bilmirdi. Yəni daha çox ekonomik bir çətinliyin, yəni üsyanı olaraq başlamışdı. Və bilirsiniz ki, sonra Misrə və ayrı ölkələrə, Ərəb ölkələrinə də bu sıçradı. Tunisdə deyə bilirik ki, biraz müsbət dəyişikliklər oldu o nəticədə. Düzdür, çoxları öldü və Ben Əli hətta bunu yatırmağa çalışdı. Amma elə hər diktator kimi Ben Əli də çox ağıllı tərəfdə deyildi və sonuna qədər anlamamışdı millətin istəklərini və sonra da ki, qaçdı Ərəbistana. Amma hər halda Tunisdə biraz müsbət baxa bildik buna, amma Misridə yox. Misridəki o Təhrir meydanındakı hərəkətlərə baxsaq bunları görürük ki, Mübarəkin öylə zindana salınması və sonra Əxvanül Müsliminin ki, ən təşkilatlanmış qrubu idi, öylə iş başına gəlməsi ki, çoxları onu daha çox demokratik bir vəziyyətdə iş başına gəlməsini sanırlar. Halbuki o xələyi ki, uzun sürə diktatorluqdan sonra, uzun sürə Mübarəkin diktatorluğundan sonra yaranmışdı. O xələdə, o qüdrətin boşluğunda ən çox təşkilatlanmış qrup iş başına gələ bildi.
və millətdən rəy ala bildi, oy ala bildi. Misridə, məsələ sizin sualınız budur ki, niyə Suriyədə və İraqda etnik məsələlərə çevrildi və niyə Misridə olmadı və ya ayrı yerlərdə? Çünki Misridə məsələ qibtilər var və ya değişik qruplar var. Onların gücü az idi və onlar daha az idilər. Azınlıq olaraq da çox güclü deyildilər. Ona görə orada da düşünün ki, məsələ qibtilər orada %20-30 olaydılar və daha təşkilatlı və daha güclü və militant. Onda da elə Misirdə də olardı bu. Bu məsələ Suriyyə gəlib yetişəndə Suriyyə biraz gec yetişdi və heç kəs də inana bilməzdi ki, Suriyədə və ya çox yerlərdə olsun. Amma çünki oranın dövlətini stabil və Suriyənin arxasında duran Rus kimin, İran kimin dövlətlərin daha güclü olduğunu nəzərə alaraq kimsə düşünə bilməzdi ki, Suriyədə də bu olsun. Və indi də hali-hazırda kimsə bunu düşünə bilmir ki, məsələ aynı hərəkətlər, aynı inqilablar, aynı çevrilişlər Urdunda olsun məsələ və ya Ərəbistanda olsun. Bunlar da ola bilir və bunları da biz öngörürük indidən. Yəni, mən elə sizin proqramımızda onu öngörürəm ki, elə aynı məsələ Ərəbistanda da olacaq. Nə qədər ki, bu bastırılsa və Urdunda da olacaq. Və hər yerdəki əski sistem diktatorluq keçirdi və Amerika dövlətinin və Batının himayəsində olan məmləkətlər və ya məsələ Bəs partinin keysində, İraqla Suriyə keysində, Rusiyanın himayəsində olan dövlətlər, hər halükarda bunlarda bir dəyişiklik olacaq. Çünki belə o əski sistemdə diktatorluqlar davam etməyəcəklər. Bəlkə yeni sistem diktatorluqlara geçiləcək. Ki onu da görürük, məsələ Misridə həmən demokrasinin yəni olmamazlığı görünür, yəni imkansızlığı görünür. Əgər biz Mürsinin hökumətə gəlməyini, Mürsi qrubunun demokratik bilsək, bu da özü bir sadəlövhlükdür. Halbuki onlar fəqət ona görə rəy ala bildilər ki, daha çox təşkilatlanmış idilər. Yəni, və millətin, Misr millətinin iradəsini öyle təmsil edə bilmirdilər. Bəlkə Misr millətinin o dinsel görüşlərini, dinsel ehsasatlarını kullanaraq Əxvan-ı Müslimin orada rəy ala bildilər və o rəyləri biz demokratik hesablasaq, onda yenə də demək ki, bir yeni diktatorluğa düşmüş oluruq. Və sonradakı kuduta ki, indi bir general, bir əski general iş başındadır, Al-Sisi, elə onu göstərir ki, orada yeni bir diktatorluq sistemlərinə geçiləcək. Heç vaxt bunu unutmayaq ki, Misrə Amerika hər il, Amerika dövləti 3 milyard dolar yardımda bulunar. Oranın ordusunun və oranın dövlətinin bəqası üçün. Böyle bir sistemdə demokratik bir sistemin, demokratik bir dövlətin, demokratik bir idarə sisteminin iş başına həmən gəlməyi, yəni bir balaca inqilabla biraz sadəlövhlükdür. Yəni ona görə deyirəm ki, sözümün ilkində dedim ki, bu bahar məsələsi daha çox bəlkə uzuna çəkən bir bahar olacaqdır, əgər olsa. Yəni öyle deyil ki, elə bahar oldu və rejim değişti deyəlim Misridə və ya Tunisdə və məsələ bitdi. Öyle deyil. Bu proses daha uzundur. Yəni demokratikləşmə prosesi daha millətin içindən qalxmalıdır və millət bir hökuməti değişdirməklə demokratikləşməz. İndi Əraqa gəldikcə, Əraq özü özlüyündə Osmanlı hökuməti dağılandan sonra və İngiliz istimarından, İngiliz kolonisindən, yəni qurtulandan deyəlim sonra öyle mərziləri saxta olaraq çəkilmiş və qondarma bir məmləkət kimi davam edirdi. Həsən Əlbəkir zamanı, Səttam zamanı və bu şiələrin iş başına gəlmə zamanı da Malikicili. Əraq hər zaman diktatorluq altında o qrupları bir yerə tutubdu və o bir məmləkət düzəldi. Əraq heç zaman nation state olmayıb Eləcə xanım. Nation state odur ki, bir qrup millətlər, bir qrup insanlar yığışarlar deyir ki, biz istəyirik bir məmləkət olaq.
Ərəq öyle olmayıb. Ərəqin cünubu hər zaman Şiə üstünlüyündə bir qruplar olublar və batısında və mərkəzində və o Ərəbistana yaxın bölgələrində daha ərəb, daha çox ərəb və daha çox sünni ərəb qrupları olublar və şimalında da türkmənlər və kürdlər olublar. Ki, geçmiş 100 ildə, deyəlim, gənə də Osmanlı dağılandan bu yana bu Kürdlərin yayılma siyasətləri, Rusların yardımı ilə və demək olar hər kəsin, bütün anti-türk odaqlarının, mərkəzlərinin yardımı ilə Kürd yayılma siyasətləri uygulanmış. Kürdlər yayılmışlar, daha çox yayılmışlar. Batı İran işğalı altında olan Güney Azərbaycanın Batı Azərbaycan bölgəsinə, İraqın quzeyindəki şəhərlərdə və türkmənləri oradan yavaş-yavaş həm qovmuşlar, həm öldürmüşlər, həm çoxları da kürdləşmiş. Bəzi türklər də ki, keçən yüzildə onların arasında qalıb evliliklər vəsiləsi ilə, bərabər yaşamaqlar vəsiləsi ilə kürdləşmişlər. O şimali bölgəsi də bu vəziyyətdə. Ki, geçmiş yüzildə türkmənlər azalmış və kürdlər çoxalmış. Kürdlər həm sayı olaraq çoxalmışlar və həm siyasi və nizami güc olaraq. Bu Ərəqin vəziyyətidir. Ərəqi biz Səddamın diktatorluğu altında və ya Malikinin diktatorluğu altında bir qəbul eləsək, bir bütün Ərəq, bu böyle devam eləməz. Elə bu bütün Ərəqdə, bu bircə Ərəqdə, bu sınırlarının değişilməz olan bir Irak'ta hər zaman böyle qan hamamları, qan çayları olacaq və axacaqdır. Biz daha realistik olmalıyıq. O da budur ki, Irak deyilən yer bütün bir uniter bir məmləkət deyil. Orada da bütünlüklə o qrupların və bütün qrupların haqları, istəkləri sağlanmasa elə böyle olacaqdır və yaxşıdır ki, ayrıla. Elə bunu Maliki də bilir, bunu Barizani də bilir, bunu Şiələr də bilirlər. Və bunu İran devləti hamıdan yaxşı bilir. Ona görə Şiələrə də orada yardım eləyir. Hətta lazım olanda Şiələrin düşmanlarına da yardım eləyir. Ta Şiələr daha militantlaşsınlar. Ta bu problem daha böyüsün. Suriye məsələsində də aynı məsələdə Suriye də Osmanlıdan ayrılandan sonra və koloni durumundan qurtulandan sonra Suriye də bütün uniter bir məmləkət deyil. Orada sünni Kürdlər var, sünni ərəblər var, Ermənilər var və Dəruzilər var və Türkmənlər var. Bunların da aynı dediyim kimi haqları, istəkləri orada nəzərə alınmasa, həm konstitusiyada, həm yəni o millətin zəminində, bütün yəni devlətin qanunlarında ora diktatorluğun gücü, o mərkəzi güc azalanda elə böyle problemlara rastlayacağıq. Biz məsələyə böyle genel olarak baxanda böyle görürük. Orada ağırca geçen yüzyıl anti-türkləşmə, yəni türklərin gücünü orada azaltmaq həm Suriyedə və həm Irak'da və buna da Türkiyənin ya meyli və ya yetərincə gücü olmayıb ki, dəxalət eləyə bilsin və türklərin və türkmənlərin mənafeyini qoruya bilsin. Ona görə orada tensionlər çoxalmış. Həmən Türk hakimiyyətini sevməyənlərin, Türklərin güclü olmağını sevməyənlərin hamısının ya Ruslar olsun, ya Amerikanlar olsun, onların da mənfəətinə olmuş tensionin və təşəddüdün və təşənnücün orada çoxluğu. Çünki o vəziyyətdə oradakı Irak'da və Suriyedə olan elit, indi ya pulluları olsun, ya oxumuş intellektualları olsun, o bölgədən çıxıb və ya Avropaya və ya Amerikalara təbii gələcəklər və bu oranın zəiflənməsi və nəticələnəcəkdir. Bizə görə əgər Libidə çox ağır etnik değişiklik olsaydı orada da olardı. Aynı məsələ. Misridə də. Amma bu etnik məsələ Irak'da və Suriyedə daha qabarılmış və daha büyükdür. Niyə? Çünki doğrudan o yüzdələr onu göstərir. Yüzdə neçə Kürddür, yüzdə neçə Şiədir, yəni və yüzdə neçə Sünnidir. Bunu hətmən sözümün, yəni sizin sualın cavabında onun axirində xatırlatım ki, Irak'da bu bölüklərə baxanda
görürsünüz bir bölüyü, bir bölməni dini olaraq deyilir. Hətta siz özünüz də hər kəsdə bunu işlədir. Sünnilər və şiələr və kürdlər. Halbuki kürdlərə gələndə bu bir millət kimi etnik bir məsələdir. Bəli, millət kimi bir etnik məsələdir. Halbuki kürdlərin çoxu şiidir, kürdlərin çoxu sünnidir. Kürdlərdə yezidilər var, kürdlərdə şeytanpərəstlər var və değişik, yəni dinsel baxışlar və dini əyilimlər, təmayüllər var. Elə sünnilərdə də elədir. Sünnilərdə də ərəb sünnilər var, ərəb olmayan sünnilər var. İndi ərəblərin içində şiilər var, sünnilər var. Türkmənlərin həmən-həmən yarısı, yəni %40-a yaxın, %60-a yaxın şii və sünnidir. Və türkmənlərin ən böyük problemi, yəni əgər sual bu olsaydı, bunu cavab verərdim ki, türkmənlərin birləşməməsinin, millətləşməməsinin ən böyük illətlərindən biri də bu çox gərici və arkaik təmayüllər ki, şiilik nədir, sünnilik nədir? Maalesef orada daha çox önəmlidir. Amma modern sosietələrdə önəmli deyil şiilik, sünnilik və ya hər dini qruba bağlı olmaq. Orada birinci gəlir və orada identite olaraq bir türkmən özünü birinci şiə bilir və ya birinci sünni bilir. Ona görə öz əlayinsini, öz bağlılığını ya İranla bağlayır, ya ayrı İranın ən böyük rəqibi bölgədə Ərəbistanla və ya bəli, düzdür. İran da bu amildən, sünni-şiə amilindən çox gözəl də istifadə edir. Yəni məqamına görə. Siyasət ki, məqam tələb edir. Bəli, həmin məqamdan istifadə edib öz iddiasını İraqda yeridə bilir. Onu istəyirəm təvəccühümüzü cəlb eləyək ora ki, yadımızda gəlsə Yugoslavi parçalananda da deyirdilər ki, Sırblar, Krovatlar, ondan sonra mesela o grupları millət olaraq işlədirlər və deyirlər müsəlmanlar. Yəni Bosniyalılara bir millət, Boşnaklara bir millət olaraq xitab olunmurdu. Müsəlmanlarla dava edirlər, yəni Sırblar və şeylər. Bu dünyada o gənə də jurnalistik olaraq təbliğ olunmuş müsəlmanları pis göstərmək, kötü göstərmək, yaxşı göstərməmək o mövcundan, dalgasından yararlanaraq kullanılırdı ki, bunlar müsəlmanlar. Yəni müsəlmanlar da ki, teröristlərlə daha yaxın bir anlam daşıyır insan beynində. Yəni batıda. Əraqda da onu istəyirəm bilək ki, öyle deyil ki, sünnilər, şiələr və kürdlər. Öyle deyil. Kürdlər var, türkmənlər var ki, yox olunmağa məhkum görünürlər hər tərəfin yəni əli ilə və sünni ərəblər və sünni şiilər var. Böyle görünsə, böyle değilsə, yəni o terminoloji siyasi olarak doğru olur. Mən sözümü elə burada, bu sizin cavabınızı burada bitirirəm. Çox gözəl, Oğuz Türk bəy, siz çox gözəl izah etdiniz. Sadəcə mən bir qeydimi deyəcəm. Deməli, Yugoslaviya və Serbiya ilə bağlı olan sənədli filmləri, demək olar ki, Avropanın çəkdiyi filmləri biz də çox izləyirik buradan, İsveçdən. Maalesef belə bir fakt var ki, onlar özlərini daha çox, millətdən çox müsəlman kimi qələmə verirlər. Mənə elə gəlir ki, bugün bizim türkmən qardaşlarımız da milli məsələni o dərəcədə qabartmırlar. Bilirsiniz necədir? Bunu tək jurnalistlərin boynuna qoymaq olmaz. Mənə elə gəlir ki, burada bizim özümüzün də günahımız var. Digər bir sualımız isə elə yenə həmin məsələnin demək olar ki, iç sualıdır. İraq Kürdistanının istiqlalına necə baxırsınız və türkmənlərin, kürdlərin hakimiyyəti altında qalmasına necə baxırsınız? Siz müəyyən qədər bu sualı açdınız, amma ümumiyyətlə istəyərdim ki, yəni ikinci tərəfini müəyyən qədər açdınız, amma istəyərdim ki, dəqiqliyi ilə bu sualın məncərəsini yaradasınız. Biz hər qrup insanların ki, özlərini bir millət olaraq adlandırırlar. Yəni bunu genel olarak mən böyle deyim. Aynı dili daşıyanlar, aynı tarixi, aynı dini, aynı coğrafi məntəqə daşıyanları, yəni paylaşanları demirəm. O qrup insanları deyirəm ki, onlar özlərini bir millət hesablayırlar.
o millətin içində hər çeşid insan ola bilir. Amma o millətdə, o qrup insanlarda istək olsa, yəni milli iradə olsa, onda o qruba millət demək olar. Və o millətin özünü yönetmək, çünki o iradəsi var özünə millət desin, çünki o bilincə varmış ki, özünə millət desin, ona görə o haqqı da qazanır və varıdır və hətmən də uygulaya bilər, çünki o iradəyə yetişmiş, o haqqı da var ki, özünü yönətsin. Və başqa millətlərin və başqa qrupların yönetimində olmasın. Və onlar da ki, istəyərlər ki, bu qrup milləti istilasına və yönetiminə çəkərlər, ondan qurtulsun və ondan azad olsun. Bu prinsipə dayanaraq, biz təbii ki, hər qrup millətin, hər qrup insanların ki, özünü millət bilirlər və demək ki, hər millətin özünü idarə eləmək, bütün müstəqilliyinə və idarə eləməyinin yanındayıq və ona müsbət baxırıq. Bu, genel olaraq. Kürd məsələsinə gəlincə, çünki Kürdlər bizim qonşumuz bir millətdilər və bizə, yəni, bizlə 1000 illər tarixi geçmişimiz var Kürdlərlə bir yerdə. Kürdlərin istiqlal məsələsi və özlərini yönetmək məsələsi o bölgədə Kürdlərin tarixi torpaqlarında bizə görə maneəsizdir. Amma Kürd yayılması məsələsinə baxanda, burada bir sinsicə bir şey gedir. Onu görməməzlikdən gələndə ki, Kürd amili, Kürd milləti yavaş-yavaş, sinsicəsinə Rusları, Amerikanları, İsrailləri və biraz öncə işarə elədim, Türkləri sevməyənləri, türk düşmanlı olanları, anti-türk mərkəzlərini, odaqlarını qullanaraq türk şəhərlərini və məxsusən Azərbaycan şəhərlərini kürdləşdirməyə çalışıb və onlarda istiqlal elan eləyib, onlarda özünü yönətməyə geçməsi təbii ki, bizə aykırıdır və tərsdir. Yəni, daha burada biz prinsipə dayanmırıq. Burada elə bir ki, biz qarşı-qarşıya dayanırıq. Yəni, biz qonşunun yaxşı yaşamağını və azad və müstəqil yaşamağını istəyirik. Amma o qonşu bizim evimizin qiymətinə, bizim evimizin almaq qiymətinə yox ki. Bizim evimizin yarısının almaq qiymətinə yox ki. Məsələ, biz tarixə baxanda 100 il öncə, 150 il öncə, Sayın Elüca xanım, Kürdlərin öz yönətmə ideyaları başlamış. Şeyx Übeydullah zamanından. Osmanlının 1850-lərdən və 1850-lərin axırından, yəni 1850-lərdən tam 1900-dəcə. Bunlar Nəqşibəndi yəni sufi mentalitəsinin və dərgahlarının böyükləridirlər. Bunlar Şeyx Übeydullahdır, Şeyx Tahanın oğlu və bir də Xalidi qrupları var bu Nəqşibəndilərin içində ki, gətirib hətta Nəqşibəndiləri də və değişik qruplardakı Kürdlərin ki idilər və onlara da daxil olsun, onlar da daxil edib və böyük bir dini və dinsəl bir qrup orada düzəltilir o zaman. Ki, daha çox milli bir məsələ deyildi. Yəni, kürdçülük və kürd məsələsi çox yenidir. Amma Kürdlərin olduğu dini məsələ daha böyükdür və demək ki, ona görə buna çox sinsi olaraq deyirik. Çox yavaş-yavaş, hətta dinçlik altında. Yəni 1850-lərin axırından indiyəcən bu dini qrup bunlarda vardı. Hətta bunların üzvləri, yəni aynı qrupdan olan bu Türkiyənin indiki başbaxanı Erdoğan da o qrupdandır, aynı qrupdandır. Hətta əski Türkiyənin başbaxanı Turgut Özal da aynı qrupdandır və çoxlu, indi Türkiyənin, niyə buraya gedirəm ki, yaxçı bilək ki, bu Kürdistan istiqlalı, onların dediyi Güney Kürdistanın, yəni, Güney deyəndə, yəni demək ki, Türkiyədəki yaşayan Kürdlər də olur Şimali. Türkiyə devlətinin kabinəsinin, yəni, Türkiyə hökumətinin kabinəsinin, Erdoğanın kabinəsinin %60'ı aynı qrupdandırlar ki, indi barizanə də o qrupdandır. Dini olaraq.
Və bunu biz deyərlər komplo teorisi kimi baxmırıq buna. Bəlkə elə özləri də bunu deyirlər. Özləri də deyirlər ki, bunlar o təriqətlərə bağlıdırlar. Halbuki 1900-lərdə Mustafa Kemal demiş ki, elə bunları görərək demiş. Demiş ki, Türkiyəni təriqətlər, ondan sonra məczublar, bu xaniqahlar, dərgahlar idarə edəməz. Ən böyük bizim təriqətimiz demokrasidir. Ən böyük bizim təriqətimiz demokratik ilkələrlə məmləkəti idarə eləməkdir. Böyle olmamış, Kürtlər sinsicəsinə və gizlicəsinə və yavaş-yavaş Türk şəhərlərini yavaş-yavaş Kürtləşdirmişlər. İndi sizə və çoxlarına sürpriz gələ bilər ki, Üşnü şəhəri 100 il öncə Kürt şəhəri deyildi. Bütün Türk şəhəri idi. Üşnü, Azərbaycanda. Necə ki İrəvan böyleydi, necə ki çox şəhərlərimiz böyleydi, necə ki Soyuqbulaq böyleydi. İndi çoxlarına Soyuqbulaq deyiləndə bilmirlər haradır. Soyuqbulaq elə həmən Mahabaddır. Ki bunlar sonra getdilər orada Mahabad Cümhuriyyətini, yəni Kürdistan Cümhuriyyətini düzəltdilər Qazi Məhəmməd adında. Halbuki Mahabad deyilən şey ki farscadır və sonradan qoyulubdur, həmən bizim Soyuqbulaqdır. Ki indi orada həmən Türk yaşamır. Halbuki 100 il öncə həmən orada Kürt yaşamırdı. İndi böyle yayımcılığın altında, böyle istilacılığın altında gətirəsən başqa millətlərin kətlərini, şəhərlərini qorxu ilə, terror yaratmaqla, vəhşət yaratmaqla və minləri öldürməklə, yəni minlər türklər qətlam olublar Kürtlərin əli ilə keçən 100 ildə, keçən 150 ildə ta ki bu Kürt bölgəsi yaransın. Halbuki Kürtlərin tarixi torpaqları var. Onların tarix torpaqları indiki Güney Azərbaycanın batı bölgəsi deyil. İndiki Türkiyənin güneydoğusu deyil. Onlar sonradan gəlmədilər. Keçən 100 və 150 ildə gəlmədilər. Bunların tarixi var. Hansı il, hansı qrup, həm Osmanlıda yazılmış, həm Qacaridə yazılmış. Amma indiki durum budur ki, Urmiyəni də bunlar aynı planlara soxurlar. Və Batı Azərbaycanın şəhərlərini, Xoyu da, Salması da, Sulduzu da aynı planların içine sokulurlar ki, onlar da yavaş-yavaş Kürtləşsin və günümüzdə yavaş-yavaş bizim qulaqlarımıza Kürdistan və müstəqil Kürdistan oxunur. Halbuki 20 il öncə böyle değildi, 30 il öncə də böyle değildi. Bu yavaş-yavaş biz buna alışırıq və deyirik ki, olur da. Halbuki Türkiye'nin güneydoğusundan minlər və doğrusunu deyim, 100 minlər Türk oradan mühacirət eləyib ayrı yerlərə. Çünki orada qorxu yaranıb, orada terror yaranıb. O zaman ki PKK terroristi gəlir, bir dənə kəndi basır, oranın xanımısını, uşağını incidir, oğurluyur, aparır, orada naəmlik yaradır. Elə oradakı da əgər kəndində bir yeri varsa, malı, heyvanı varsa, satır, durur, gedir, böyük şəhərlərdə, o əmn yerlərdə yaşayır. Bu vəziyyətdə Kürdistan deyilən yer yaranır və sonra bizdən sorulur ki, Kürdistanın istiqlalına necə baxırsınız? Biz Kürdistanın istiqlalına elə Suedin istiqlalı kimi baxırıq. Hər məmləkətin istiqlalı, hər millətin. Amma məsələ budur ki, bizim torpaqların üzərində olmaz bu. Elə türkəmənlərin o zaman ki, biz orada səbt əhval deyirik, yəni bu pasportlarının və sicillilərin idarəsi yandırılanda Kərkükdə vəhşət yarananda ki, türkəmənlər qaçırdılar, bəzisi Bəğdada, bəzisi İrana, bəzisi Türkiyəyə və türkəmənlər ikindi Türkiyədə, Amerikalarda, Avropalarda yaşayırlar. Bunlar həmən o indi deyilən Kürdistanın millətidirlər də. Türkəmənlər danışılmadan biz öyle də Kürdistan deyilən yerin istiqlalına baxa bilmərik. Yəni biz özümüzü böyle aldada bilmərik ki, orada bir Kürdistan var, orada Kürdistan milləti var və torpaqları da var. İstəyirlər müstəqil olsunlar. Yəni çox sadəlövhana olur və çox populist olur ki, indi biz durup bunun qarşısında konuşsaq və danışsaq, onda nə cür olur? Yəni demək ki, biz Güney Azərbaycana gələndə müstəqil istiqlalçıyıq, amma Kürdistana gələndə deyilik. Biz də istəyirik Kürt rahat yaşasın. Biz də istəyirik Kürt öz tarixi torpaqlarında öz müstəqil olsun və öz müqəddəratına hakim olsun. Kürdünlə bir Türkün və ya heç bir millətin heç fərqi yoxdur ki. Amma Kürdün yayımcılığı öbürü millətdə güclü millətlərin yardımı ilə
bizim qiymətimizə, bizim torpaqların, bizim şəhərlərin qiymətinə bizə heç zaman qəbul olunmaz və tarix belə getməz. Tarix də indi dayanmır. Necə ki, Üşnüdür, Soğuqbulaqdır, Saqqızdır, Sənəndəşdir, bunlar yavaş-yavaş kütləşmiş. Mən İran içindəkiləri deyirəm. Kütləşmiş, indi Kürd şəhəri tanınır. Siz düşünün ki, belə davam etsə, məsələn, 100 il sonra da bizim uşaqların uşaqları, onda deyəcəklər, elə Urmiyə də bu cür idi. Urmiyə də bir zaman Türk şəhəri idi. İndi olub Kürd şəhəri. Maalesef bu cürdür Elço xanım. Biz Kürdistan istiqlalına böyle baxırıq. AKP də necə baxsa bizi və İran necə baxsa bizə, bizim görüşümüzü değiştirmir. Məsələ budur ki, biz Güney Azərbaycanın Türk şəhərlərində olan məsələləri unutmamışıq və hal-hazırda gedən məsələləri unutmuruq. Kürdlərin qaçaqçılıq yolu ilə, heroin satmaq yolu ilə, qaçaq mal satmaq yolu ilə gəlib Urmiyədə və Güney Azərbaycanın batı bölgəsinin şəhərlərində ev almaqları, yer, ərazi almaqları və sonra orada hər ailənin 10 dənə, 10-12 dənə uşaq düzəltməyi və orada milləti və populasyonu və milləti çoxaltma siyasətləri və kəndlərdə qorxu yaratmaq siyasətləri ki, məsələn, bir kəndin əgər yarısı Kürd idi, yarısı Türk idi, o kənddə vəhşət yaradanda türklər tərk edirlər oranı. Çünki türklər militantlaşmamışlar, türklər öyle təşkilatlanmamışlar və türklərin böyle bir ajandası yoxdur ki, oranı türkləşdirsinlər. Kürdlərin böyle bir ajandası var. Maalesef İsrail devleti hali-hazırda indiki orada Kürdistanın, Kürdistan deyilən yerə Barzani hükümətinə yardım eləyir. Maalesef Amerika yardım və geçən yani Saddam düşəndən 91-dən hətta bu yana orada no-fly zone yaratmaqla, onları təlim verməklə, onları devlətləşdirməklə və hətta millətləşdirməklə, onlara devləti necə idarə eləmək, öyrətməklə orada bir sistem yaradıblar və bu sistem kimin üzərində yaranır? Ən çoxu türkmenlərin üzərində. Yəni türkmen toprağının üzərində. Buyurun. Və hətta mən bir məsələdə deyim, Kərkük məsələsində gördük ki, çox rahat, sinsicəsinə Irak ordusu çıxdı ki, nədir? Bu Şam devləti, Irak-Şam devlətinin əskərləri gəlir, onlar çıxdılar. Bəs nə olsun, burada bir boşluq yarandı. Barzani'nin dediyi budur yani. Barzani'nin şəxsi dediyi budur. Orada bir boşluq yarandı, biz də nə etməliyik? Biz də girdik ki, oradakı milləti mühafizə eləmək. Təbii ki, o cür deyir. İşğalın adını deyir, mühafizə eləmək. Və türkmenlər böyle yavaş-yavaş əldən verirlər torpaqlarını və millətlərini. O tərəfdən də Kürdistan deyilən yerin, Kürdistan devlətinin ki, indiyəcən pulu eşikdən injekt olunurdu. Amerikalardan, İsraildən və Rusiyadan öncədən, indi orada nəftidən, mən yadımdan bir də hatırlatım ki, və qaçaqçılıqdan və Avropada Türkiyə üzərindən və ayrı yerlər üzərindən heroin qaçaqçılığından, uyuşturucu qaçaqçılığından Kürdistanın necə ki, budjeti təyin olunurdu və təmin olunurdu, indi orada nəftidən təmin olunacaq və orada devlətləşəcəkdir ekonomik olaraq. Yəni 3 dənə şey orada fərahəm olur. Ekonomik bağımsızlıq, siyasi bağımsızlıq və militari bağımsızlıq ki, Amerika və İsrailin yardımı ilə oluşmuş. Biz Kürdistan istiqlalına böyle baxırıq. Yəni çox kontroversial baxırıq. Böyle hən yox cavabı verə bilmərik. Hə müvafiqik və ya müvafiq deyil. Çox təşəkkür. Söhbətin əvvəlində qeyd etdik ki, İraq parçalandı və 3 yerə, daha doğrusu parçalandı, bölündü. Özünü millət kimi qələmə verən Kürdlər və dini mənsəblərinə görə şiələr, sünnilər məntəqələrinə. 4-cü bir bölüm olarsa, daha doğrusu olmalıdır əslində. Çünki İraq dövlətinin 3-cü say hesabı ilə 3-cü böyük bir qrupunu təşkil edir türkmenlər. Türkmenlər dövlətlərini qura bilərlərmi, qurmalıdırlarmı və yaxud bu hansı formada ola bilər? İstəyirəm ki, qısa şəkildə buna da cavab verəsiniz. Mən elə deyim ki, mən müvafiqəm ki, əgər qərarlı İraq parçalansın ki, öyle ki görünür, yəni status quo parçalanmışdır. Status quo bunu göstərir ki, parçalanmışdır. Parçalanmaq elə böyle olar da. Ki, orada İraq deyilən yer elə bir ad var orada. Çünki şiələr zaten hükümətə geçəndə heç kəsi hükümətdə
paylaşdırır, hökumətin gücünü, qüdrətini paylaşdırır. Paylaşmamışlar kimsə ilə. Sünniləri əzmişlər, özlərini sünni bilənləri, indi ərəb olsun, hər kəs olsun, hətta türkmənləri. Və sünni deyiləncə əzmişlər, onlara heç qüdrət verməmişlər. Tikritdə ayrı yerdə böyük qətlamlar yaratmışlar, sünniləri insan olaraq hesablamamışlar. Sünniləri də qiyam eləmişlər və onların militari və gücləri indi Suriyadan başlamış olur olsa, İraqdan başlamış olsa, indi orada görünür çox vəhşicəsinə özünü cavab verir. Yəni bu vəhşilik ki, bu Daesh qrubu və ya ISIS qrubu göstərir özündən və öyle ki, dünyada göstərilir, bunlar çox vəhşidirlər. Bunlar həmən o bizim görmədiklərimiz vəhşiyyətdir ki, İraq dövləti sünnilərə eləyibdir, onların cavabıdır. Yəni, onlar ki, həmən təbliğ olunmayıbdır, radiolarda, televizyonlarda hər dəqiqə görülməyibdir ki, İraq dövləti oradakı və Amerika oranı işgal eləyəndə də sünnilərə və Səddamın tərəfdarlarına, Səddamın ordusu kimi həll elədilər və orada sünnilərə nə zülüm və nə işgəncələr və nə qətlamlar ki olubdur və təbliğ olunmayıbdır. Bu onun cavabıdır, onun təbii cavabıdır ki, görünür. Amma bu daha çox təbliğ olunur ki, onların nəfinədir təbliğ eləyənlərin. Biz əgər türkmən eli də bir millət olaraq istiqlaliyyətini elan eləmək durumuna gəlsə, onda təbii ki, biz də müvafiqik ki, İraqda parçalansın, elə gənə də türkmənlərin tarixi torpaqları bəlli olsun, Kürdlərin tarixi torpağı bəlli olsun və sünnilər özlərini sünni və şiit olaraq adlandıranlar da aşağıda, cənubda və İraqın batısında necə paylaşırlar, təbii onun da bir usulü və üslubu olacaqdır. Oğuz Türkbək, biz gördük ki, bir neçə gün ərzində İraq 3 yerə bölündü. İndi söhbətimiz bütünlüklə bu bölünmə ilə bağlıdır. Əgər belə bir hadisə İranda baş verərsə, Güney Azərbaycanın vəziyyəti necə olacaq? Eləcə xanım, İraq bir-iki gündə parçalanmadı. İraqın parçalanmağı Osmanlı zamanında da var idi. Osmanlı çox değişik idarə edirdi oranı. İyalət idarə edirdi və mərkəzi bir qüdrət idarə eləmirdi. O zaman da öyle parça-parça idi. İraqı Əcəm var idi, İraqı Ərəb var idi. Tarixlər bunu göstərir. Hər şey dokumenta olmuş və bu parçalanma ki indi vardı, onun daha indi görünür. Amma o yavaş-yavaş gəlib olubdu. O görünəndən sonra öyle görünür ki 2-3 gündə oldu. Öyle deyil. Ona görə biz onu daha tarixi proseslər öyle yavaş gedir ki bir ağacın böyüməyi kimi. Biz onu görmürük. Amma mesela bir ağacı mesela 2 il görməsək, 2 ildən sonra görsək, onda görək ki, bu ağac böyümüş. Və ya elə insan böyümək üçün yavaş-yavaş olur. Amma gəlib bəlli bir o kvantitidən gəlib kvalitəyə dönəndə, birdən bir patlayış olanda onda deyirik, bəs elə onda oldu. Halbuki o değişimin altında o yavaş-yavaş qaynayırmış və o olacaqmış. Və biraz öncə ərz elədim xidmətinizə, əgər diktatorluqlar olmasa, bunlar da olmaz. Səddamın diktatorluğu olmasaydı və Səddamdan sonra işgal məsələsi, Amerikanın, Səddamın yanlışları və sonra Amerikan işgalı olmasaydı və Malikinin öyle ağır İranın yardımı ilə, İranın yəni istəyi ilə öyle şiddət kullanması qeyri-şiələrin üzərinə, onda böyle olmazdı. Hətta parçalanmaq da olsaydı, partişin de olsaydı yavaş-yavaş olardı. Daha demokratik şivədə olardı. Ona görə buyurursunuz ki, İranda böyle bir durum, İranda da mesela aynıdır. İran böyle uniter bir məmləkət deyil. İranda da aynı qaynamaq var. İranda da Kürdlərdə də, Bəluçlarda da, Ərəblərdə də və hər qrupdakı özünü millət bilir. Azərbaycan türklərində və Şumalda da hətta yəni o ciləklərdə də var və türkmənlərdə və farslar. Demək ki, bunlar orada özlərini millət bilən qruplardılar və burada da elə yaşayır. O İrandakı diktatorluq və oranın çox acımasız tutmaqları, işgəncələri, sürgün sürmələridir ki, qoymur bu parçalanma olsun. Orada parçalanmaq istəyi var. Çünki demokratik yollar qapalıdır. Qoymurlar biri sözünü. Vaxt siz qoymasınız biri sözünü desin, bir millət sözünü desin. O yavaş-yavaş patlayışa tərəf gedəcək. Bu normal bir prosesdir. Bəli, düzdür. Çünki İranda çox millətli dövlətdir, belə də imperiyadır daha doğrusu və heç kəsin də haqqı verilmir. Bütün millətlər də farslara xidmət edir. Yəni farsların içərisində əridilir və iqtisadi baxımdan da elə bir hamı qidanı farsa verir. Ona görə burada partlayış labüddür.
Çünki heç kəs bəli öz haqqının tapdanmasını istəmir. Biz gördük 2006-cı ildə olan Xordad hadisələri, milyonlarla insan küçəyə çıxdı, haqqını tələb elədi. Və 40 milyonun ana dilində məktəbi də yoxdur. Yəni bugün günü İranda partlayış labüddür. Bugün də olmazsa sabah olacaq. Amma burada məsələ bizim bir türk kimi, 40 milyonluq bir türk kimi hazırlığımızdan gedir söhbət. Yəni İraqdakı kimi türkmənlərin o gözlənilməz hadisəsi ki var, bir əsrdə 5-ci qətliamla rastlaşırlar. Biz isə bir əsrdə 4 inqilab verdik və biz bundan sonra inqilab istəmirik. İstəyirik bir demokratik intibah hal olsun. Ona görə də istəyirik ki, xalqımız buna hazır olsun. Eləmi? Bəli, biz buradan necə çıxacaq? Bu tarixi imtahandan necə çıxacaq? Siz bilirsiniz ki, yeni bir dövlət o zaman yaranır ki, tarixi şəraitdən istifadə olunur, hansısa bir imperiya dağılanda. İraq da öz-özlüyündə bir imperiya idi. Çünki onun daxilində olan xalqların haqları verilmirdi. Və biz gördük ki, türkmən xalqımız bu parçalanmaya hazır olmadı. Assimiliyasiya siyasətinin qurbanı kimi görünürlər. Biz türklər isə 40 milyonuq. Bizim dövlət qurmaq baxımında həm ərazi, coğrafi, tarixi şərait və dövlətçilik ənənələrimiz imkan verir ki, öz dövlətimizi orada bərpa edək. Bax, bu baxımdan mən istəyərdim ki, sualı Güney Azərbaycan üstünə gətirək. Düz buyurursunuz. Maalesef tarixi bir imtihan diye bir şey yoktu. Yani öyle bir imtihan yoktu yani. Öyle bir intizai bir bahsidir. Tarixi imtihan yoktu. Mesela bu ki, millətlər də hər natural və doğal fenomenan kimi doğular, yaşar və ölə də bilər. Çoxlu millətlər ki, özlərini bir millət olaraq bilmişlər tarixdən, yoxdular. Və ya xəstə bir millət kimindilər. Və ya bəzi millətlər uzun yaşayırlar. Niyə? Çünki aralarında o uzun yaşamaq sisteminin yəni qurallarını kullanırlar. Bir millət ki, hər zaman özünü gəncləşdirsə, yeniləşdirsə, özündə danışığı, diyalogu yəni normal eləsə, özünü eləşdirməyi normal eləsə, özünün xətalarını və geçmişini eləşdirməyini, tənqid eləməyini, böyle bir dəb, böyle bir vəziyyət millətin içində, bu millətin hakimiyyətində olsa, o millət uzun yaşar. Və millətlərin yox olması da normal bir şeydir. Siz biraz önce Türkmen elindən, İraq Türkmenlərindən dediniz, aynı hekayədir. Ola bilir ki, və orada necə ki azalmış, getmiş. Mesela indiki Ermənistanda orada Azərbaycanlı Türk milləti yaşayırdı 100 il öncə, 200 il öncə İrəvan xaqanlığı. İndi orada öyle bir millət yoxdur. Yani öyle değil ki, oradaki millət indiki Azərbaycandakı millət. Yox, orada bir millət yaşayırdı İrəvan xanlığında. Ki onlar indi yoxdurlar. Yəni o adda millət yoxdur. Və çoxlu millətlər Rus işğalından, indi Rus Federasyonu deyilən yerdə milyon Türk millətləri var ki, yaşayırlar və yavaş-yavaş da aradan gedirlər. Yəni ruslaşırlar, türksüzləşirlər. Və millətlərin aradan getməsi normal bir prosesdir. İstəməsələr, təbii ki, aradan getməməyi də normaldır, həyatda qalmağı da normaldır. Yəni çox da təəccüb deyil və tarixi bir imtihan deyə bir konsept yoxdur. Amma hazır olmaq nədir bir millətdə o opportunitə və fürsətə? Hazır olmaq budur ki, təşkilatlanmaq lazımdır. Yəni biraz öncə o Əxvanül Müslimin məsələsini işarə elədim Mısırda. Niyə Əxvanül Müslimin rəy aldı və niyə hökumətə gəldi və sonra da gördün, yəni hökumətdən də düşürüldü. Niyə? Çünki onlar daha ən çox təşkilatlanmış Mısırda mübarək zamanında onlar idilər. Ən çox haqq olan Elocaq xanım iş başına gəlməz. Ən çox olan, məsələn siz buyurursunuz 40 milyon. 40 milyon demək 30 milyon, 20 milyon, 3 milyon, 100 milyon fərq eləməz. Çoxluq fərq eləmir. Yəni burada yəni bu məsələdə fərq eləməz. Bu məsələdə sayı çox fərq eləmir. Bu məsələdə istək, o milli istək və milli iradə, millət olmağa və özünü idarə eləməyə o mühümdür. 3 milyon da istəsə özünü idarə eləyə, elər. Yəni siz məmləkətlərin saylarına baxasınız, hamısı 40 milyon, 50 milyon, 100 milyon deyirlər. Küçükləri də var, böyükləri də var. Güney Azərbaycana gəlincə təşkilatlanmadan, hər kəs qruplaşmadan olmaz. Devlət zaten özü bir təşkilatdır. Devlətlənməyə geçmək, millətlənməkdən geçər. Millətləşmək də elə həmən o millətin içində təşkilatlardır.
Yəni qeyri-dövləti təşkilatlar qurulur və o qeyri-dövləti təşkilatlar dövlətləşər sonunda. Güney Azərbaycanda o çünki işğal altında qalmış, yəni 100 ilə yaxın, 100 ildir. Elə bilinir ki, təşkilatlanmaq pisdir. Bizə haramdır təşkilatlanmaq. Elə görünür ki, məsələ müstəqil görünmək o şeydə, düşüncədə. Yəni mən heç bir quruha, heç bir yerə bağlı deyiləm, elə bir ki, bir fəxr kimi görünür. Hətta bir təşkilatlar yaranır, görürük də sizdə, hər kəs də elə sizi bu verilişə baxanlar da bilirlər ki, məsələ bir təşkilatın tüzüyünə baxsınız, o əsasnaməsinə baxsınız. Bəlkə birincisi budur ki, bu təşkilat heç bir quruha və heç bir yerə bağlı deyil. Yəni, elə bir ki, bağlı olmaq pis bir şeydir. Elə bir ki, haram bir şey. Yəni, bizdə bu mentalitə var. Halbuki elə deyil. Biraz öncə dediyimiz kütlər əgər xarici yardım almasaydılar, indi Kürdistan məsələsi heç danışılmırdı. Hətmən gərək belə ilişkilər olsun. Devlətlər, hər yerdə ilişkiləri var. İran devlətinin arxasında Çinlilər, Ruslar və bəzən görübsüz İranla Əraq savaşında hətta belə İsrail də durmasaydı, savaşa bilməzdi Irağına. Devlətlər, qurumlar və millətlər hər bir-biri ilə interaktiv halda ilişkidədirlər. İlişkidə olmalıdırlar. Yəni, bağlı olmaq bir pis bir şey, haram, pis bir şey deyil. Təşkilatlanmaq haram bir şey deyil. Niyə Fars təşkilatları həlaldır? Niyə Fars devləti həlaldır, amma bizə haramdır təşkilatlanmaq? Demək ki, bizim hazır olmamız, İranda əgər belə bir qarışıqlıq olsa, öyle deyil ki, İranda biz gözləyəcək bir qarışıqlıq olsun, ona biz fürsət, biz eləyə bilirik qarışıqlığı yaradaq. Biz eləyə bilirik ki, o fürsəti biz yaradaq. Yəni, siz ya gərək fürsəti gözləyəsiniz, fürsətdən istifadə eləyəsiniz, ya da gərək o fürsəti yarada biləsiniz. Güney Azərbaycan türkündə bu güc var ki, o fürsəti və o girəvəni yarada bilsin. Və öbürü millətlər də ondan istifadə eləyə bilərlər. Çünki biz ən çox millətik İran işğalı altında. Biz ərəblərdən də çoxuq, bəluçlardan da çoxuq. Biz o fürsəti yarada bilərik. Biz o girəvəni yarada bilərik. Biz oturub gözləyə bilmərik ki, orada bir fürsət yaransın. Ondan sonra görək biz hazırıq ya hazır deyilik. Maalesef deyə bilirəm ki, öyle də hazır deyilik. Niyə? Çünki biz hənuz təşkilatlanmaqdan qorxuruq. Bizim çoxlarımız iftixar eləyir ki, mən heç bir təşkilata bağlı deyiləm. Halbuki təşkilatın ən pisi təşkilatın olmamağından ki, yaxçıdır. Çünki heç olmasa qruplaşacaqsan və İran devlətinin həm daxildə, həm xaricdə təbliğ elədiyi, milli hərəkətin içində təbliğ elədiyi düşüncə budur ki, təşkilatlanmaq yaxçı deyil. Quruhlanmaq. Ona görə görürsünüz ki, ona quruha deyərlər quruhək, yəni küçük quruq. Yəni onu təhqir olaraq deyərlər. İran devləti hər qurubu, hər təşkilatı sevməsə ona deyər quruhək. Yəni küçük bir quruh, yəni onu təhqir elər. Bu halbuki Güney Azərbaycan türkləri, cavanları, işçiləri, qadınları, hər qrup, hər bahanə ilə də təşkilatlanmalıdır. Təşkilatlanmadır ki, o təşkilatlar düzələr, hətta təşkilatlar dağılar, təşkilatlar inşaab olar, sonra təşkilatlar birləşə bilərlər də. Bunlardan qorxmayacağıq və təşkilatlanmadan qorxmayacağıq. Fəqət bizi istiqlala, bizi iqtidara götürən yol təşkilatlanmaqdır, başqa yol yoxdur. Yəni, böyle bir şey yoxdur ki, millətlər, şəxslər individual olaraq birey hamı inqilab eləyəcəyik və Güney Azərbaycanı qurtaracaq. Hətmən təşkilatlanmalıyıq. Bunun yolu budur. Başqa bir yol görünmür və siyasi uzmanlar, politoklar, siyasət tarixinin uzmanları və alimləri başqa yol görmürlər təşkilatlanmadan sonra. Yəni birey, çünki o bireylər və şəxslərin görüşləri öyle deyilə bilməz və onlar bilməzlər neynəsinlər. Mesela Liby'de gördünüz de, Liby'deki o biraz önce Arap Baharı söhbət. Liby'de ne oldu? Mısır'da ne oldu? Liby'de bir təşkilat yox idi. Yəni ki, gəlsin üstlensin. Hələ də Liby'de problemler devam ediyor. Amma Mısır'da təşkilatlar var idi və gene de var. Və Irak'ta da təşkilatlar var idi. Kürt təşkilatı var idi. Türkmen təşkilatı yox idi. Ona görə gördünüz, ən utuzan Türkmen təşkilatı olur. Sünnilərin təşkilatı var idi. O da ne idi? Devlet idi. Sünnilər devlətdəydilər. Şiələrin də təşkilatı var idi. İranın düzəltdiyi təşkilatlar, məxsusən militant təşkilatlar, dinçi təşkilatlar, məscidlər,
bu əmakini şey deyirlər, bu Nəcəfdir, Kərbəladır, bunların ətrafına yığışan, bu düşüncələrin ətrafında, onlar təşkilatlar da. Elə məscidlərdə yığışanlar da təşkilat, onlar təşkilat odur. Və onlar gəlir, dövlətləşir. Necə ki, malikilər elə təşkilatlardan çıxır. Biraz öncə dedim, məsələ, Erdoğan-gilin qrupları, bunlar təşkilatdır. Barzani'nin qrupları, bunlar təşkilatdırlar. Biz təşkilat kəlməsindən qorxmamalıyıq, örgüt sözündən qorxmamalıyıq, qrup sözündən qorxmamalıyıq. Güney Azərbaycanı istiqlala götürəcək yol təşkilatlanmadandır. Hazır olmaq da elə odur. Və lazım deyil ki, təşkilatların hamısı militan təşkilat olsun, ya hamısı siyasi təşkilat olsun. Amma təşkilatlanmaq gərəkir. Aha, çox gözəl. Türkoğuz bəy, çox gözəl də izah elədiniz. Çox şey də öyrənəcəyik sizdən. Deməli, söhbət gəldi Güney Azərbaycanın siyasi təşkilatlarının üzərinə, təşkilatlanmaq məsələsinə. Söhbətin ortasında siz qeyd etdiniz ki, Güney Azərbaycanın böyük bir ərazisində kürdlərin gözü var və yayımlanırlar həmin ərazilərə, şəhərlərə. Elə isə Güney Azərbaycanın siyasi təşkilatları kürd siyasi, silahlı, terrorist təşkilatları ilə münasibəti necə qurmalıdır? Dialoq yolu ilə, yoxsa hər hansı bir yolla? Mümkünsə bu suala cavab verin. Güney Azərbaycan təşkilatları, türk təşkilatları, təbii o dialoq hər zaman olmalıdır. Tənha element ki, onunla dialoq qurulmaz, o da xain elementidir siyasi məsələlərdə. Yəni, biri ki, adamın qrubun içindəndir və o qruba xəyanət edir. Onunla dialoq yox üçün o hər halda o qrubu kullanıb, o örgütü, o dövləti kullanıb, o milləti kullanıb, o millətə xəyanət edib. Onunla dialoq olmaz, onunla danışıq olmaz. Ondan sonra düşmanla, dostla, düşmana yaxınla, düşmanla uzaqla, yəni düşman da elə deyil ki, yəni ağqara deyil dünyada. O ilişkilər hər kəsinə olur və hər qrubuna olur və bu özü də pis deyil. Əgər siyasi təşkilatlarımız Kürd təşkilatları ilə dialoqdadırlar və danışırlar və onlarla söhbət edirlər və düşüncə alış-verişi və strateji alış-verişi yapırlar, bu normaldır və bu hər zaman davam eləməlidir. O dialoq və danışıq olmayanda problem var demək. Demək ki, hətta deyirlər ki, rəsmi savaşın başlanğıcıdır. Hətta savaş gedə-gedə də dialoqlar olar, Eləcə xanım, qrupların arasında və örgütlərin, və hətta dövlətlərin arasında. İndi Ukrayna ilə Rusiyanın ağır problemləri var. Yenə də o iki dövlət bir-birinə hətta ekonomik ilişkiləri də vardır. Yəni, o dialoq məsələsini mən deyirəm ki, olmalıdır. Və sualınızın, fikrin cavabını bu cür vermişim. Başqa bir sual yox idi orada, deyil mi? Başqa bir sual yoxdur, amma Kürdlər bu dialoq yolu ilə bizim torpaqlardan gözlərini çəkməsələr necə olacaq vəziyyət? Öyle deyil ki, onların gözləri var orada, Eləcə xanım. Yəni, elə fərz edin, orada gözünü tikmiş, yəni bizim bu şey ki var, bu türk dilində deyirik, məsələn, o gözü var onda. Gözünü tikmiş Urmiyyəyə, məsələn, Urmiyyəsi, öyle deyil. Bunlar elə günlük olaraq, aylıq olaraq, illik olaraq bu iş olur, biz bunu görmürük. Çünki bizim milli baxışımız zəifdir. Çünki işğal altında olmuşuq, farslaşmışıq və türksüzləşmişik. Bir də təşkilatlarımız yoxdur ki, bizə desin ki, çünki təşkilat deyir də bunu, xiyabanda biri məsələn geçəndə deməz. Desin ki, bu cür olur. Çünki o görə bilir. Çünki o bir millətin eliti, aydını bunları görər. O aydınlar da harada yığışarlar? Təşkilatların başında da deyəlim və ya içində. O da deyər ki, bu cür olur. Çünki o prosesi görür. Biraz öncə ağacı dedim sizə və ya bir dənə insanın böyüməsini. Siz bir uşağı məsələ 10 yaşında görübsünüz. Onu məsələn 3 ay sonra, bəzən 6 ay sonra, 1 il sonra görəndə bu nə qədər böyümüş. Halbuki onun valideyni bəlkə onu hiss eləmir belə, yavaş-yavaş böyüyürdü və ya bir ağacın, bir gülün böyüməsi bir prosesdir və hər saniyə orada bir şeylər olur. Amma onu insan görə bilmir. Çünki insan onu görməyə mücəhəz deyil. Amma biz bəlli makinələr qoysaq, görərik ki, bu gül necə böyüyür və necə gəlişir və hər saniyə o gülün içində, o ağacın içində dəyişikliklər olur ki, siz məsələ 2 gündən sonra gəlirsiniz, görürsünüz, o gül açılıbdır və ya o şey gəlişibdir və yəni ağac ya adam. Məsələ budur ki, Güney Azərbaycan ərazisindəki indi biz deyirik, məsələn, o zaman Türkiyə ilə İran arasında çəkilmiş
o qərarların üzərinə ki, yəni genel büyük Azərbaycan hesablasaq türkmenləri də ona daxil eləyə bilirik. Amma indiki o siyasi olaraq Güney Azərbaycanda Kürdlərin hər gün fəaliyyətləri var. Yəni öyle deyil ki, birdən Kürdlərin ordusu töküləcək, Urmiya alacaq. Elə Urmiya yavaş-yavaş böyle alınır da. O da evləri gəlirlər o qaçaq pulu ilə, ondan sonra o haram pullarla deyəlim alırlar. Kətlərimizdə Güney Azərbaycanın batı bölgəsinin, Azərbaycanı qərbi dildə də, batı Azərbaycanın küçük kətlərində illərdir ki, kətlərimizi boşaldırlar və kütləşdirirlər və orada vəhşət yaradaraq PKK-nın, PJAK-ın qorxusu və Kürdlərin Demokrat hizbinin böyük bir paradoksudur Demokrat hizbi, yəni Demokrat kəlməsini kullanır, halbuki uyguladığı vəhşətdir. Yəni indiyəcən, keçən Demokrat hizbi qurulandan indiyəcən Türk torpaqlarında, Türk millətinə vəhşət və qorxudur yaradıblar. Bu vəziyyətinə, bu durumda bizim kətlərimiz, şəhərlərimiz türksüzləşir və kürdləşir. Və bu hər gün olur və məsələ siz 3 ay sonra baxsınız daha çox kürdləşir. 3 il sonra baxsınız daha çox kütləşir və ondan sonra da orada mesela adamlar, biraz önce de dedim də, hər ailəndə 10 dənə, 15 dənə uşağı olandan sonra millət vəkili də göndərəcəklər İran məclisinə. Ondan sonra çox rahat demokratik olaraq deyiləcək ki, bura Kürt şəhəridir, bura Kürt kəndidir. Və bu olur, bu proses olur. Yəni öyle deyil ki, bunlar gözlərini tikiblər və elə gəlib birdən alacaqlar. Öyle deyil. Kürdləşmə və Kürt yayımcılığı Güney Azərbaycanda çox ciddi bir məsələdir və 100 ilə dayanan bir məsələdir. Mən danışığımın ilkində işarə elədim, genə də deyirəm, Üşnü şəhəri %100 Türk şəhəridir. Və Üşnünün alınma tarixi, Kürdləşmə tarixi yazılıdır. Yəni gizli deyil, komplo teori də deyil, yəni konspirasi teori də deyil. Mahabat deyilən yerin, Soğuqbulağın Kürdləşməsi gözümüzün önündədir. Yəni bizim yaşımızda deyəlim olubdur. Və bilirsiniz ki, Urmiyədəki ona rizayələşirdi də. Yəni Urmiyə yavaş-yavaş rizaya olurdu. Urmu ki, onun əski adı idi. Deyildi və indi də çoxlu İrançılar, Farsçılar və adamlar ora rizaya da deyənlər var. Amma bunlar önəmli deyil. Məsələ budur ki, ora rizayələşirdi və yavaş-yavaş da bizim bilincimiz yetərincə olmasa, təşkilatlanmamız olmasa, silahlanma prosesinə keçə bilməsək, təbii ki, bu kürdləşmə prosesi davam eləyəcəkdir. İran devlətinin ki, farslıq elementinə dayanır və Şiə elementinə təbii dayanır. Ona görə İran devlətçiliyinin mənfəətinədir ki, Kürdlər Azərbaycanın topraklarını yavaş-yavaş kürdləşdirsinlər və ən böyük proje ki, Türkiyə Anadolu türkləri ilə Batı türklərinin, yəni bizlərin arasında demografik bir sədd yaransın, bu proje olsun və bu proje gözümüzün önündə olur Eləcə xanım, geçən yüzildə. Yavaş-yavaş Anadolu türkü ilə Azərbaycan türkünün arasında bir Kürt milləti yaranır və bir Kürt varlığı, entitisi orada yaranır və gözümüzün önündə də yavaş-yavaş olur və buna da alışırıq yavaş-yavaş. Bəli, dəhliz yaranır. Buyurun. Orada bilərəkdən bir dəhliz yaranır ki, türklər ayrılsın. Bu 20-ci əsrin əvvəllərində Naxçıvanla Azərbaycan arasında bir Zəngəzur dəhlizi yarandı. Azərbaycan qərbi, yəni Quzey Azərbaycan, qərbi Azərbaycandan eyni zamanda Naxçıvandan ayrıldı. Yəni torpaq ərazisi itdi oradan. Və bu daha böyük ayrılıqdır. Yəni Türkiyə, Anadolu Türkiyə, Türkiyə bir-birindən ayrı salmaq siyasətidir bu. Şeyx Übeydullah zamanından, 100 il öncədən danışıram. Ondan sonra Simitko zamanından. Simitko, yəni bunlar o başlar, bütün bu başlar tanınır. Bunların o kampeynləri ki, Azərbaycanla Türkiyə, Anadolu'nun arasında necə bir millət, yəni milləti sürüblər oraya və türkləri itiblər, itəliblər eşiyə, orada Kürdləşdiriblər. Şeyx Übeydullah zamanıdır. Onun şeyx yox, dedim ki adını, Simitko zamanı, Şeyx Qazi Məhəmməd zamanı, ondan sonra Barizanilər, indiki Molla Müstəfə Barizani və oğlu Məsud Barizani. Bunlar
geçən yüzildə bunlar o kürdləşmənin siyasətinin başları olmuşlar. Şeyx Abdülqadir demək istəyirdim Şeyx Übeydullahdan sonra. Ki bunlar Nəqşibəndinin Xalidi şaxəsinin bir dini qrubu olaraq başlamışlar. Amma sinsi altında kürdləşməyi sürmüşlər ki, maalesef Türkiyənin indiki hökumətinin başda olanlarının çoxunluğu elə aynı qrupdandılar. Və böyük bir faciədir yəni bizə. Gözəl. Və ona görə təəccüb eləməməlisiniz ki, niyə Kərkük çox rahatlıqda elə əldən getdi və ondan öncə də əldən getmişdi və niyə Irağı Amerika cənubdan işğal eləyəndə İngilislər Bəsrədən işğal eləyəndə niyə Türkiyə dövləti girmirdi oraya ki, girsin ki, bu türkmənləri də mən mühafizət eləyəcəm. Necə ki, Amerika dövləti hər yerə işğal elər ki, bir Amerikan vətəndaşını mühafizə eləsin. Necə ki, Ruslar Abxaziyaya, Osetiyaya və Krimiyaya və Ukraynanın doğusuna və dünyanın hər yerinə girərlər və işğal elərlər ki, Rus özləri dediyi kimi Rusun varlığını, Rus vətəndaşını və Rus millətini orada savunsunlar. Bu normaldır. İnsan gücü olsa elər bunu. Gücü olmasa da ki, quzu kimin sallaqlığa gedər. Bəli, düzdür. Siz də tam razıyıq. Təəssüf ki, belədir. Kərküklər Türkmən eli Türkiyəyə bel bağladı və axırda da uçurma yuvarladı. Türk Oğuz bəy, sizə olan suallarımız qurtardı. Bir daha sizə çox saylı tamaşaçılarımız adından təşəkkür edirik. Dəvətimizi qəbul etdiniz və bizim çox saylı suallarımıza hər tərəfli cavab verdiniz. Təşəkkür Çox sağ olun. Mən də əlimdən gələn, indi ağlıma gələn cavabları verə bildim. Hətmən ki, indi birazdan sonra ağlıma çox şeylər gələcək ki, kaşca onları da deydim, kaşca. Amma böyle deyil. İndi mənim elə ağlıma gələn oydu, əlimdən gələn oydu. Mütməinnəm ki, əminəm ki, daha çox bilinçli, daha çox yaxşı cavablar, daha çox yaxşı baxışlar və dəyişik teyfdə cavablar da ola bilir o suallara və umarım ki, bizim millət daha çox təşkilatlanar və öz aydınlarının, milli aydınlarının bu ətrafına yığışarlar və Güney Azərbaycan istiqlal tərəfinə gedərlər. Və sizdən təşəkkür edirəm ki, Babək bəydən təşəkkür edirəm ki, zəhmət çəksiniz, bu qaranlıqda işıq saçırsınız. Çox sağ olun. İstəkli tamaşaçılar, bir daha diqqətinizə çatdırıram ki, Azad TV-nin bugünkü qonağı Kanadada yaşayan soydaşımız, Güney Azərbaycan İstiqlal Partiyasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Oğuz Türkbəy idi. Oğuz Türkbəyin sözünə qüvvət, mən Asif Atanın bir fikrini oxuyacağam. Bizim bundan qabaqki söhbətimiz belə oldu ki, Kərküklülər Türkiyəyə bel bağladılar və uçuruma yuvarlandılar. Ata deyir, bugünkü Türkiyə hakimləri Avropa yönlü, iqtisadiyyatı kəsərsiz, ziyalısı yolsuz, xalqı qadir. İnanaq ki, qadir Türk xalqı ayağa qalxacaq və Türkmən elinin haqq səsinə səsini qoşacaq. İstəkli tamaşaçılarımız bu silsilədən olan, yəni bugün Orta Doğuda gedən siyasi proseslər və onun Güney Azərbaycana təsiri mövzusunda olan söhbətimiz yenə davam edəcək. Sabahki qonağımız isə İsveçdə yaşayan soydaşımız, əslən Güney Azərbaycanlı olan Əli bəy Mollazadədir. Və sonda qeyd etmək istəyirəm ki, Azad TV Güney Azərbaycanın müstəqil televiziyasıdır. Yəni, sizlərdən hər birinin söz deyə biləcəyi və hər hansı bir məsələni, milli tali yüklü məsələni tartışa biləcəyi, müzakirə edə biləcəyi informasiya kanalıdır. Sizin arzu və təkliflərinizi gözləyirik. Diqqətinizə görə sağ olun.